Salam müəllimlər, biz bugün sizlərlə 4-cü sinifdə olan vacib məqamları vurğulayacağıq, nələrə diqqət etməliyik. İlk öncə baxacağıq ocaq yeri. Ocaq yeri insanın ilk tikilisi idi. Qədimdə insanlar ilk təsvirləri qaya üzərlərinə, mağara divarlarına cızaraq təsvir edirdilər ki, hansı ki, qrafikanın əsasını qoymuşlar. Daha sonra deməli heyvanların yağından və yaxud da ki, bitkilərin şirəsindən əldə etdikləri rənglərlə bu təsvirləri boyamaqla boyakarlığın, yəni rəngkarlığın əsasını qoymuşlar. Burada isə Qobustan qayası üzərində olan heyvan təsvirlərini görürük. Daha sonra burada insan təsvirlərini görürük. Burada isə panno ilə tanış oluruq. Hansı ki, panno rəssam tərəfindən yığılmış və yaxud da ki, çəkilmiş iri ölçülü dekorativ bir rəsm idi ki, onun ətrafı naxışlarla və çərçivə ilə haşiyələnirdi. Burada da kənarları haşiyələnmiş bir təsvir görürük. Ümumiyyətlə, metodik vəsaitdə panno haqqında məlumat var ki, hansı ki, panno, pannus parçanın bir hissəsi deməkdir. Divarın ornament və ya çərçivə ilə haşiyələnmiş, rəssam tərəfindən çəkilmiş və yaxud da quraşdırılmış hissəsidir. Ağac oymalarına, mozaik kompozisiyalara, parça qurmalarına da panno deyilir. Daha sonra baxacağıq, deməli, burada qədimdə maldarların yaşadığı alaçıqdan söhbət gedir ki, hansı ki, maldarlar yığılıb sökülən alaçıqda yaşayırdılar ki, alaçıq elə bir tikili idi ki, onu özlərlə başqa yerlərə də daşıya bilirdilər, apara bilirdilər. Konstruksiyası taxtalardan qurulurdu, çubuqlardan, daha sonra isə üzəri keçə, yəni dəri ilə örtülürdü. Burada da onun taxtalardan qurulmuş konstruksiyasını görürük və dəri keçə ilə örtülmüş formasını. Daha sonra alaçığın belə deyək də konstruksiyasını bu dirək saxlayırdı. Qapıdan keçə, xalça asılırdı, keçə və yaxud da xalça asılırdı. Burada ortada ocaq yeri olurdu. Daha sonra nehrə olur ki, hansı ki, yağ saxlamaq üçün idi. Motalda pendir hazırlayırdılar. Daha sonra gəldik, deməli, Çovustan və Komaya, hansı ki, burada da əkinçilər yaşayırdılar. Çovustanın, deməli, divarlarını qarğı ilə hörürdülər, üzərini isə palçıq qarışdırılmış samanla suvuyurdular. Üzərini isə yağışdan, soyuqdan qorumaq üçün hansı ki, küləşlə örtürdülər. Burada baxacağıq Komaya, hansı ki, digər bir adı daxma idi, kom, yəni bir yerə toplaşmaq, komlaşmaq mənasında işlənirdi ki, burada baca olurdu, özü isə çiy kərpişdən, daşdan hörülürdü. Üzərini isə torpaqla örtürdülər damını. Daha sonra baxırıq burada perspektiv. Perspektiv nədir? Perspektivin əsas qanunu odur ki, müşahidəçi gözündən uzaqlaşan obyektlər sanki kiçilir. Yəni forma və ölçülərin dəyişməsi xətti perspektivdir. Burada baxacağıq hansı ki perspektivə. Görürsüz hansı ki bizdən uzaqlaşdıqca, məsafə belə deyək də, uzaqlaşdıqca sanki həm ölçülər kiçilibdir neft buruqlarında, həm də rənglər solğunlaşıbdır. Bu artıq perspektivdir. Rəngin dəyişməsi, işıq kölgənin dəyişməsi bu artıq hava perspektividir. Xətti perspektiv forma və ölçülərin dəyişməsidir. Hava perspektivi isə rəngin və işıq kölgənin dəyişməsidir. Belə yadda saxlayarsınız. Daha sonra burada deməli hansı ki üfüq xəttindən söhbət açılır. Kamil Xanlarovun mənzərə əsəridir. Üfüq xətti hansı ki müşahidəçinin göz səviyyəsində yerləşən xəyali bir düz xəttdir. Bu üfüq xətti, yəni bizim baxış nöqtəmizdən asılı olaraq yuxarıda, aşağıda və baxış nöqtəmizin səviyyəsində, yəni ortada yerləşə bilər. Biz burada hansı ki üfüq xəttini ortada görürük. Görürsünüz, burada da göstərilibdir. Daha sonra qovuşma nöqtəsi haqqında məlumat verim. Qovuşma nöqtəsi nədir? Qovuşma nöqtəsi də hansı ki xəyali düz xəttin gəlib birləşdiyi, qovuşduğu yerdir. Yəni bu sağda, solda, ortada hər bir yerdə yerləşə bilər. Yəni bu tən ortada yerləşəcək deyə bir anlam, yəni müəllimələr tərəfindən görürəm ki, anlaşılır ki, bu ortada yerləşməlidir. Elə bir anlayış yoxdur, yəni. Bu qovuşma nöqtəsini biz belə deyək də göz səviyyəmizdə hardakı həmən iki xətt gəlib birləşdiyi yer artıq qovuşma nöqtəsidir. Daha sonra burada görürük deməli Əyyub Məmmədovun Kür üzərində sakitlik əsəri hansı ki üfüq xətti göz səviyyəsindən aşağıda yerləşir. Xəzərin keşiyində Məhəmməd Orucovun əsəridir, üfüq xətti göz səviyyəsindən yuxarıda yerləşir. Burada isə biz Maral Rəhmanzadənin Sevimli Araz əsərini görürük. Daha sonra burada yadda saxlayın bölməsində perspektiv, xətti perspektiv, üfüq perspektivi, hansı ki qovuşma nöqtəsi, hava perspektivi haqqında məlumatlar var ki, bunları da oxuyarsınız. Ümumiyyətlə perspektiv sözü dəqiq görürəm deməkdir. Yəni naturada gördüyümüzü vərəq üzərində düzgün yerləşdirməyi özündə əks etdirən biliklər sistemidir. Yəni gördüyümüz kimi də doğru, düzgün formada təsvir etməliyik. Daha sonra baxacaq burada deməli Tahir Məmmədovun Payız nemətləri əsərinə.
Burada deməli işıq kölgə biliklər sistemi haqqında məlumat verir ki, işıq kölgə ümumiyyətlə əşya üzərində bilik, bu gördüyümüz ən işıqlı hansı ki parlaq nöqtədir. İşıq əşya üzərində hansı ki gördüyümüz almanın bir kənarı işıqlı formada təsvir olunur ki, həmin işıqlı yer işıqdır. Bilik isə ən parlaq olan yerdir. Daha sonra burada baxacağıq yarım kölgəyə. Yarım kölgə hansı ki, belə deyək də, işıqdan kölgəyə xəfif bir keçid deməkdir. İşıqdan kölgəyə xəfif bir keçid yarım kölgədir. Şəxsi kölgə əşya üzərində işıqlanmayan yerdir. Düşən kölgə isə əşyanın hansı ki öz kölgəsidir ki, onun kənarına düşüb. Burada da görürük. Refleks isə deməli əşyanın kölgə tərəfindən işıq və rənginin əksidir. Burada baxış nöqtəsini görürük. Məsələn üçün biz əgər hər hansı bir əşyanı belə deyək də aşağıdan baxırıqsa sanki ona altını görürük. Məsələn görürsüz, almanın altını görürük, qabın altını görürük. Bu artıq o deməkdir ki, bizim baxış nöqtəmiz üfüq xəttindən aşağıda yerləşibdir. Əgər biz qabın, almanın ortasını görürüksə, tən ortadan sanki bir xətt onu kəsibdir və bu artıq o deməkdir ki, üfüq xətti göz səviyyəmizdə yerləşib. Burada baxacağıq deməli hansı ki üfüq xətti deməli göz səviyyəsindən yuxarıda yerləşib. Çünki biz artıq qabın içini görürük, almanın üzərini görürük. Daha sonra qeyd edim ki, metodik vəsaitdə hansı ki bu üfüq xətti, perspektiv anlayış var. Bunun haqqında ətraflı məlumat da verilibdir ki, yəni perspektiv elmi deməli 14-15-ci əsrlərdə yaranmış bir elmdir ki, intibah dövrünə təsadüf edildi və əsasını qoyan İtalyan rəssamları idi. Daha sonra burada baxacağıq biz lessirovka texnikasına, hansı ki qurumuş rəng təbəqəsi üzərinə digər bir rəngin yaxılması, yəni rəng qatı artıq tündləşənə qədər, istədiyimiz rəngi alana qədər biz deməli akvarel texnikasında rəngi ardıcıllıqla quruduqca yaxırıq və istədiyimiz rəngi alırıq. Daha sonra burada deməli baxırıq akvarel texnikasında hansı ki işin ardıcıllığı var ki, çəkilmə ardıcıllığı. Bu necə bir ardıcıllıqdır? Biz ilk öncə burada gördüyümüz kimi rəsmi yüngül xəttlərlə çəkirik. Sonra artıq xəttlərini pozuruq. İşıq kölgənin sərhədini artıq qeyd edirik. Artıq ikinci mərhələdə rəngləri yüngülcə yaxmağa başlayırıq. Akvarel texnikasında ümumiyyətlə ağ rəng olmadığına görə biz bilik artıq belə deyim də əşya üzərində ən parlaq yeri müəyyənləşdirməliyik. Buna görə də biz hansı ki vərəqin ağ yerini bilik kimi qeyd etmək üçün həmin yeri rəngləmirik. Nə üçün? Çünki ağ rəng yoxdur akvareldə. Və biz burada artıq yüngülcə rəngləri yaxmağa başlayırıq. Səhv etməməyə çalışın. Çünki akvarel texnikası yenə qeyd edirəm ki, düzəlişləri sevməyən bir texnikadır. Burada daha sonra 3-cü mərhələdə 1-2 qeyd edirik. Gördüyümüz kimi vərəqin ağlığını saxlamışıq. Daha sonra rəngləri ardıcıllıqla yaxmağa davam edirik. İşıq kölgəni dəqiqləşdiririk. Artıq belə deyək də düşən kölgəsini müəyyən edirik. İşi tamamlamağa artıq 4-cü mərhələdədir ki, artıq akvarel texnikasında iş tamamlandıqda tərabətli, canlı bir təsvir yaranır. Burada isə biz artıq həmən 4-cü mərhələdə həmən təsvirlə tanış oluruq ki, görürsünüz üzərində işıqlı yer bilik də qeyd olunubdur, düşən kölgəsi, şəxsi kölgəsi, hər biri detalları dəqiqləşdirilmiş formada bizə təsvir verilibdir. Daha sonra baxacağıq, deməli, yurdumuzun insanları bölməsində burada Çaybəcərən Rəhimova, Bayramovanın portretini görürük, hansı ki Oqtay Sadıqzadə tərəfindən çəkilibdir. Burada Maral Rəhmanzadənin Azərbaycan qadınları, burada deməli Elmira Şaxtanskayanın İtkisiz böyüdəcəm. Daha sonra isə Mikayıl Abdullayevin Çərkisi qızlar əsərindən tanış oluruq. Daha sonra burada texnikalar, hansı ki quaşla çəkilmiş bir əsərdir ki, kağız və quaşdan istifadə olunubdur. Burada kağız və rəngli flomasterlarla çəkilibdir. Daha sonra burada isə biz artıq pastel təbaşirlərlə işlənmiş bir təsvir görürük. Burada elimizin adətlərindən söhbət gedir. Burada deməli baxacağıq Asəf Cəfərovun Azərbaycanım əsərinə ki, hansı ki digər birinci sinifdə biz bunu Mənim Azərbaycanım kimi tanış olmuşduq bu əsərlə. Burada isə Ələkbər Rızaquliyevin Öküzün nallanması əsərini görürük ki, qrafik üslubda əsərlər çəkən rəssamımız bildiyimiz kimi Ələkbər Rızaquliyev idi. Daha sonra burada baxırıq, deməli mərasim hansı ki müəyyən bir qayda ilə icra olunan adət-ənənədir. Kotan yeri şumlamaq üçün olan alətdir. Öküzün başını çəkən adama isə hodaqçı deyilirdi. Daha sonra deməli baxacaq burada Bağ mövsümü əsərinə Zöhrət Cabbarovun, Payız nemətləri Ramiz Abbasovun əsəridir. Bu isə Lahıcın misqabları Hicran Əloğlunun əsəridir.
Gəldik abidələrimizə. Hansı ki, bildiyimiz kimi qədimdə daş üzərində cızma ilə, yonma və oyma üsulundan təsvirlər yaradırdılar. Daş üzərində ilk naxışlar nəbati naxışlar olubdur, daha sonra isə həndəsi naxışlara keçiblər. Ümumiyyətlə Azərbaycan ərazisində ilk ilahiləşdirilmiş obyekt daş olubdur ki, hansı ki, burada da daş bütü görürük, ilahiləşdirilmiş obyekt olan ki, hansı ki, buna sitayiş edirdilər. Və qədim dövrlərə aid edilən plastik sənət nümunələrimizdən daş insan fiquru əsas yer tuturdu. Daha sonra plastik sənətimizin digər belə deyək də nümunələri də var ki, hansı ki daha çox məşhur olan qoç idi, atı idi ki, hansı ki qoç belə deyək də cəsarət rəmzi idi, at isə şərəf və zənginlik rəmzi sayılırdı. Amma qeyd edirəm yenə plastik sənətimizin tarixində danışarkən ən belə deyək də məşhuru, önə çəkilən fiqur olub daş insan fiquru. Burada isə biz görəcəyik qoç üzərindəki yayı oxu, hansı ki, deməli qılınc təsvirləri onun sahibinin cəsur və igid olduğunu göstərir. Burada hansı ki naxışları görürük, nəbati naxışlar verilibdir ki, qoç təsvirinin üzərində. Daha sonra burada relyef haqqında məlumat verim sizlərə, hansı ki metodik vəsaitlər var. Relyef təsvirlər ümumiyyətlə daş üzərində belə deyək də müəyyən bir səth üzərində qabardılmış təsvirlərdir ki, ona yəni biz yalnız qarşıdan, sağdan və soldan baxa bilirik. Relyefdə insan təsviri də etmək olar, əşya, mənzərə təsvir etmək olardı. Bundan başqa relyeflərdə hansı ki qabların üzərində qutuları, şəkil çərçivələrini, binanın fasadını, interyerini də biz relyef təsvirlərindən bəzəyə bilərdik. Burada relyef haqqında da bu qədər. Gəldik türbələrimizə. Qədimdə bizim göy günbət türbəmiz var idi ki, hansı ki türbə ümumiyyətlə duran əbədi ev deməkdir. Hər hansı bir şəxsin, tanınmış bir şəxsin şərəfinə ucaldılırdı. Və göy günbət türbəsi Marağada yerləşir. Üzərindəki naxışlar həndəsi naxışlardır. Daha sonra burada baxırıq Qarabağlar türbəsi, hansı ki Naxçıvan ərazisində yerləşir. Bu belə deyək də türbənin üzərindəki naxışlar isə hərflərlə bəzədilmiş naxışlardır. Daha sonra gəlirik burada atəşgah mərkəzi Alov məbədindən tanış oluruq. İbadətə kimi istifadə olunur ki, hansı ki alov yeri anlamını verdi və deməli bunun atəşgahın gecə görüntüsünü görürük və gündüz görüntüsü. Burada deməli Alban kilsəsindən tanış oluruq ki, hansı ki Şəkinin Kiş kəndində yerləşirdi bu kilsə. Onun dam örtüyü deməli konusvari formadadır. Ümumiyyətlə konusvari və yaxud da ki yarımkürə formalı dam örtüyü günbəz qübbə adlanırdı. Burada da günbəz qübbə hansı ki yarımkürə və ya konus formalı dam örtüyü məlumat verilibdir. Tağ isə qapı və pəncərələrin üzərində olan yarımdairəvi konstruksiya idi. Daha sonra hansı ki məbəd insanların dini sitayiş etdiyi yer idi. Burada körpülərlə tanış oluruq. 4 cürə körpümüz var. Deməli, taxta körpü, asma körpü, daş körpü, bir də açılıb yığılan körpü. Xudafərin körpüsü, deməli, Cəbrayılda yerləşir. 2 deməli hissədən ibarətdir. Birinci körpü, deməli 11, ikinci isə 15 tağlı. Burada görürsüz. Xudafərin körpüsü var ki, hansı ki böyük körpü 15 tağlıdır, kiçik isə 11 tağlıdır. Şəkildə də biz onun belə deyək 2 hissəsini görə bilirik. Daha sonra burada baxacağıq, deməli Qazançı körpüsü və yaxud da ki Qozbel körpüsü, hansı ki 2 adı var idi. Naxçıvanda yerləşirdi, 1 tağlı idi. Qırmızı körpü Qazaxda yerləşirdi, 3 tağlı idi. Əyri körpü, hansı ki buna Qanlı körpü də deyirlər, Gədəbəydə yerləşirdi. Artıq burada tağların sayı çoxdur, hansı ki deməli biz burada 6 tağ görürük. Daha sonra baxacağıq, deməli qalalara. Qalalar burada Mərdəkan qalasını görürük, Abşeronda yerləşir. Ramana qala qəsri yenə Abşeronda yerləşən bir qaladır. Qalaların başındakı hansı ki bu gördüyümüz tamamlanan yer son bəzək hissə görürsüz. Bax bu deməli Qurşaq adlanırdı. Hansı ki hasarı tamamlayan deməli başlıq idi. Burada da onun haqqında məlumat verilib. Hasar isə qalanın ətrafına çəkilən bu gördüyümüz divar. Görürsüz? Hansı ki hasar idi. Daha sonra baxacaq burada deməli orta əsrlərə aid miniatür Ağa Mirəki Xosrovun taxta çıxması əsəridir. Divanxana qədim şərqdə şah sayında rəsmi qəbul otağı idi. Karvansara haqqında məlumat verim. Karvansaralar ümumiyyətlə ticarət yollarının üzərində yerləşirdi, hansı ki tacirlər uzun yoldan gələrkən istirahət etmək üçün, dincəlmək üçün karvansaralara üz tuturdular. Burada birinci mərtəbədə deməli onların heyvanları istirahət edirdi, ikinci mərtəbədə isə özləri qalırdılar.
Və bu deməli hücrə hansı ki, karvansaray hücrəsi idi ki, burada deməli tacir dincəlirdi və həyəti seyr edirdi. Burada karvansarayın həyətini görürük, hansı ki, həmən tacirlər seyr etdikləri. Bu karvansaray Şəkidə yerləşir, hansı ki, karvansarayın daxili həyəti ilə tanış oluruq. Daha sonra baxın görüm, divanxananı da qeyd etdim. Burada elə başqa bir maraqlı məlumat yoxdur. Gəldik deməli qədim şəhərlərə. Qədim şəhərlərdə evlərin üzərini kirəmidlə örtürdülər. Hansı ki, kirəmid gildən hazırlanmış, belə deyək də, dam örtüyü materialı idi ki, onun belə deyim, əsas xüsusiyyəti evləri rütubətdən qoruması idi. Daha sonra dabbaxana, hansı ki, Dərigön emalatxanası idi. Burada onun haqqında məlumat verilibdir. Şəhərlərdə başqa elə bir maraqlı məlumat yoxdur. Daha sonra gəldik burada Gəncənin görünüşü görürük. Gəncəyə aid mis qabları görürük ki, hansı ki, mis aftafa, mis ləyən aftafa və kasa. Hansı ki, bu qablar 19-cu əsrə aid idi. Ümumiyyətlə Gəncədə deməli hansı ki, bəzi parçalar var idi ki, onların adları çəkilib buradakı ipək, atlas, zərxara kimi parçalar deməli məşhur idi Gəncədə. Gözəl ipəyi, atlas və zərxara parçaları var idi. Həmçinin orada Əlgəncə adlanan geyimlərlə məşhur idi Gəncə və bu geyimlər orada çox istifadə olunurdu. Daha sonra sujetli xalçalar bölməsində Şamaxıya aid xalçalarla tanış oluruq, hansı ki, Qobustan, İsrafil, Ərciman, Şirvan, həmçinin Şamaxı xalçalarının adı verildi. Burada Şirvan xalçasını görürük, hansı ki, ovçuluq sujetli bir xalçadır. Üzərində gördüyümüz kimi ovçu, at belində təsvir olunubdur, hansı ki, ovitlər təsvir olunub, şahin quşu verilibdir. Hər bir dörd tərəfdə xoruz təsviri var, hansı ki, xoruz da xeyrin müjdəçisi idi. Bununla da deməli burada üstdə gördüyünüz tanış olun bölməsində tanış ola bilərsiniz, oxuya bilərsiniz özünüz üçün. Burada Ələkbər Rza Quliyevin Yumurta döyüşü əsərini görürük. Yenə qrafik üslubda bir əsərdir. Novruz bayramına hazırlaşırlar əsərlə tanış oluruq. Daha sonra Məhəmməd Orucovun Bayram axşamı, Novruza hazırlıq Elmira Şaxtantinskayanın əsəridir. Novruz Xalidə Səfərovanın. Bir də çalışdığınız qədər əsərlərin adını düzgün formada yadınızda saxlayın. Çünki siz, məsələn, baxın, görürsünüz, Novruza hazırlıq, Novruz bayramına hazırlaşırlar, daha sonra Novruz. Yəni, bunları qarışdırmamağa çalışın. Yəni, ad verib sizdən hansı rəssamın əsərinin olduğunu soruşa bilərdilər testdə. Daha sonra gəldik Azərbaycan sənətkarlarına. Mirzə Qədim İrəvani, hansı ki, Azərbaycanda dəzgah rəngkarlığının əsasını qoyubdur. Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, doğulubdur və Mirzə Qədim İrəvani deməli atası ağac üzərində oyma ustası olubdur. Bütün sənətin sirlərini də atasından öyrənmişdi və yaradıcılığın ilk dövrlərində nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərmişdi. Bundan başqa onun əsərləri var ki, hansı ki, incəsənətimizin fəxri idi. Həmin əsərləri süvari, rəqqasə və dərviş idi. Digər əsərlər var ki, hansı ki, Azərbaycan İncəsənət Muzeyində saxlanılan Vücuhullah Mirzə, Molla, gənc qadının portreti, gənc oğlan, hansı ki, Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılırdı. Gürcüstan Dövlət İncəsənət Muzeyində Mahdirət xanım əsəri saxlanılırdı, hansı ki, burada görürsünüz. Çiçəklər və quşlar əsəri isə Rusiyanın Sankt-Peterburq şəhərində Ermitajda saxlanılırdı. Daha sonra o 3 dənə üslubu birləşdirmiş rəssamımız idi. Şərq miniatürü, Avropa rəngkarlığı və xalq sənətini birləşdirmiş rəssamımız Mirzə Qədim İrəvani idi. Daha sonra baxacağıq, hansı ki, Mirzə Qədim İrəvani deməli İrəvan sərdarının pano və sujetli kompozisiyalarını bərpa edibdir. Orada deməli hansı ki, Güzgülü zal adlanan otağa deməli Fətəli Şah Qacarın, bir də onun Vəlihəd Abbas Mirzənin təsvirlərini çəkibdir yağlı boya ilə. Burada daha sonra baxacaqsınız onun əsərlərinə. Gənc qadının portreti, oğlanın portreti, İrəvan sərdarlarını görürük burada. İrəvanlı Həsən xan, Sarı xan və Fətəli Şah Qacar. Burada dəzgah rəngkarlığı haqqında məlumat verir ki, hansı ki, rəssam dəzgahında, molbertdə, kətan üzərində işlənən rəsmlərə deyilirdi. Monumental rəngkarlıq isə daha çox memarlıqla sıx bağlıdır. Yəni, daha çox divarları falan bəzəyən rəsmlərə monumental rəngkarlıq deyilirdi. Daha sonra burada gəlirik Usta Qəmbər Qarabağı. O da ki, deməli, yaradıcılığın ilk dövrlərində nəqqaş və ornament ustası olubdur. Şuşa şəhərində anadan olubdur. Dekorativ və rəngkarlıq üslubunu birləşdirdi. Həmçinin yadda saxlayırsınız ki, Şəki xanlarının yay sarayındakı divar rəsmlərini Usta Qəmbər Qarabağı işləyibdir.
Həmçinin Usta Qəmbər Qarabaği Şuşada bir çox evlərin belə deyək də bəzədilməsində iştirak edibdi. Şəki xanlarının Yay sarayının divar rəsmləri işləyibdi. Burada biz o həmən rəsmlərlə tanış oluruq. Gördüyünüz kimi Şəki xanlarının Yay sarayına divarlarına işlənmiş rəsmlər. Daha sonra Mir Möhsün Nəvvab Azərbaycanın deməli Leonardo da Vinci adlandırılırdı, hansı ki o da Şuşa şəhərində anadan olmuşdu. Elmin bir çox sahələrini bilirdi, müxtəlif dilləri bilirdi, hansı ki fars dili idi, ərəb dili idi, türk dilini bilirdi. Bundan başqa astronomiya, kimya, riyaziyyat elmlərini bilirdi, kitab tərtib edirdi, şeir yazırdı, həmçinin belə deyək də musiqişünas idi, xəttat idi. Həm öz çalışdığı məktəbin, həm də yaşadığı evin divarlarına çiçək və quş təsvirləri çəkmişdi. Bundan başqa Şuşa Gövhərağa məscidinin bəzədilməsində yaxından iştirak etmiş bir rəssamımızdır. Daha sonra burada rəssamın evini bəzəyən quşu və çiçək təsvirlərini görürük. Əmir Teymurun portreti ilə tanış oluruq. Əbdürrəhman Caminin portreti, Dərviş Nurəli Şah və illüstrasiyaları gördüyümüz kimi. Bunları da göz yaddaşınızla yadınızda saxlamağa çalışın. Daha sonra gəldik Ömər Eldarov. Hansı ki Ömər Eldarov Azərbaycanın məşhur heykəltaraşlarından biridir. Ömər Eldarov Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olubdur. İlk belə deyək də Azərbaycan rəssamlıq məktəbində heykəltaraşlıq bölməsini bitiribdi. Daha sonra isə Leningrad, indiki hansı ki Sankt-Peterburqdakı İlya Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq bölməsində təhsil alıbdır. Daha sonra onun məşhur əsərləri, hansı ki Məhəmməd Füzuli Tokay Məmmədovla işləyibdi. Amper üslubunda Xurşidbanu Natəvanı işləyibdi. Üzeyir Hacıbəylinin abidəsini işləyibdi. Həmçinin Azərbaycanın məşhur rəssamlarından olan Səttar Bəhluzadənin qəbrüstü abidəsini işləmiş heykəltaraşımız Ömər Eldarov idi. Burada isə əlavə olaraq Hüseyn Cavidin heykəlini işləyib, onun da adı çəkilir. Daha sonra Toğrul Nərimanbəyov Bakı şəhərində anadan olubdu. Azərbaycan rəssamlıq məktəbini bitirdikdən sonra Litva Dövlət İncəsənət İnstitutunu bitiribdi. Onun deməli Göyçay bağlarında bahar yarmarkası, nər və armud, çiçəklər, köhnə çinar, qız qalası kimi heyranedici natürmortlar çəkibdi. Həmçinin onun həm natürmort və mənzərələrində təbiətin ətri duyulurdu. Daha sonra burada onun Göyçay bağlarının əsərini görürük. Bakıda bahar, nar və armud əsərindən tanış oluruq. Onun deməli bir çox ölkələrdə fərdi sərgiləri keçirilibdi. Həmin ölkələrin adları qeyd olunub burada, hansı ki Kuba, Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa, İtaliya, Rusiya və Amerika. Burada gəlirik artıq gündoğan ölkə olan Yaponiyaya. Burada baxacaq kalliqrafiya. Hansı ki kalliqrafiya bildiyimiz kimi gözəl və ifadəli yazı sənətidir. Və bu yazılar Yapon evlərini bəzəyirdi. Necə bəzəyirdi? Hansı ki lülə formada deməli bu kağızları gördüyümüz kimi bükürdülər və evlərində asıb belə deyək də sərgiləyirdilər. Və qara tuş fırça ilə yazılmış yazılar idi. Burada deməli baxacaq hansı ki Yaponiyada Ikebanaya. Ikebana isə hansı ki çiçək heykəli adlandırılırdı ki, bu gül və budaqlardan alınan kompozisiyalar idi ki, metodik vəsaitdə də Ikebana haqqında əlavə məlumat verilib ki, hansı ki Ikebana canlı güllər, güllərin yolu. Bu belə deyək də kompozisiyanı əsas birləşdirən 3 element var idi ki, əsasən 3 gül budağından ibarət olurdu. Daha sonra 15-ci əsrdə yaranmışdı. Əvvəllər dini belə deyək də xarakter daşıyırdı ki, Allahlara hədiyyə məqsədindən hazırlayırdılar. Həmçinin simvolik olaraq deməli ilk inanclara görə yeri, göy və insanı, daha sonra isə hansı ki günəşi, ayı və yeri simvolizə edirdi Ikebana. Ikebana haqqında da metodik vəsaitdə olan məlumatları da sizə çatdırdım. Daha sonra gəlir pagoda, hansı ki zərif gülləyə oxşayar məbəd idi. Hər mərtəbəsinin öz damı var idi, burada da görürük. Damların ucları sanki çölə qatlanmış formadaydı və həmən qatlanmış yerlərdən zınqırovlar asırdılar ki, meh əsəndə gözəl səslər çıxarırdı. Daha sonra burada Yapon evindən tanış oluruq. Hansı ki bildiyimiz kimi Yapon evləri həmin bölgədə daha çox zəlzələlər olduğuna görə Yapon evlərində barı yerinə şırmalardan istifadə edirdilər ki, hansı ki şırma ara kəsmə idi və onun üzərində hansı ki ağcaqayın və şam budağının təsvirləri olurdu. Burada kimono haqqında məlumat verilib ki, hansı ki kimono Yapon qadının ənənəvi geyimi idi. Əsas xüsusiyyəti, gözəlliyi onun naxışlarındaydı. Arxasında böyük bantı olurdu, enli uzun qolları olurdu. Burada da təsviri verilib. Şırmanın təsviri verilibdi.
Daha sonra kaligrafiya, ikebana. Burada daha sonra baxacağımız belə deyim, elə bir məlumat yoxdur. Keçək digər dərsə, hansı ki, burada da artıq biz şimal xalqlarının yaşayışından tanış oluruq. Burada iqlu, hansı ki, buz parçasından yonulmuş evlər idi, iqlulu. Yəni çöldə o qədər soyuq olurdu ki, içəridə ocaq qalayasalar belə, yəni bu ərimirdi. Daha sonra Eskimoların yaşadığı iqludan sonra maral saxlayan və ovçuların yaşadığı Yaranqa və Çum haqqında məlumat verim ki, Yaranqa dairəvi formadaydı, Çum isə konusvari formadaydı. Burada biz Maral Rəhmanzadənin Xınalı kənd əsərini görürük ki, daha çox xına rənglərindən istifadə edibdir. Gəldik düzənlik sakini, hansı ki, qoyun yunundan istifadə edirdi. Yurd, alaçıq adlanan evdə yaşayırdılar ki, bu evin divarlarından daha çox belə deyək də keçələr, xalçalar hazırlanır ki, hamısı yundan istifadə olunmaqla hazırlanırdı. Keçələrlə, xalçalarla bəzəyirdilər. Həmən xalçalar daha çox qırmızı rəngdə olurdu. Çünki onlar inanırdılar ki, bu hansı ki, evi şər qüvvələrdən qorumaq məqsədindən istifadə edirdilər qırmızı xalçaları. Aliyə firavanlıq gətirirdi. Bu inancları idi artıq onların. Və burada da qırmızı xalçaları görürük, yurdu görürük, alaçığı, hansı ki, düzənlik sakini yaşayırdı. Burada isə artıq biz səhradakı şəhərlərlə tanış oluruq. Burada Registan kompleksi verir ki, hansı ki, Buxarada yerləşirdi. Portal giriş qapısı idi və belə deyim, burada daha çox firuzəyi və zümrüd rənglərindən istifadə olunmuşdu. Həmçinin metodik vəsaitdə baxarsınız, orada deməli Orta Asiyada yerləşən digər tikililərin adları verilib ki, hansı ki, həmçinin şəkilləri verilibdir ki, necə ki, burada Registan kompleksi verilibdir. Orada da həmən şəkillərlə də tanış olun, testdə qarşınıza çıxa bilər. Orada Şırdor mədrəsəsi var, daha sonra Gür Əmir Mavzileyi, Tilyekari mədrəsəsi və həmçinin Registan kompleksinin adı çəkilir. Gəldik burada Yunanlılara, hansı ki, Yunanlıların belə deyək də ən məşhur belə bayramı Olimpiya oyunlarıdır ki, hansı ki, müqəddəs barışıq günü kimi qeyd olunurdu. Həmən belə deyək də gün şərəfinə tikililər tikilirdi ki, onlardan biri də Zevs, hansı ki, Allahın adını daşıyan Zevs məbədi idi. Memarlıqda və heykəltaraşlıqda dəqiqlik, proporsiya deyilirsə də Yunanlıların adı çəkilir. İlk öncə bunu qeyd edim. Burada Parfenon məbədi, hansı ki, qədim Yunanistanın ən gözəl məbədi hesab olunurdu. İlahə Afina məbədi deməkdir. Burada da İlahə Afinanın heykəli ilə tanış oluruq və qeyd edim ki, Afina şəhərinin təpəlik hissəsində Akropol yuxarı şəhər deməkdir ki, adlanan yerdə inşa olunubdur Parfenon məbədi. Və Parfenon məbədinin əzəmətini gücləndirən isə Erixteion məbədi idi. Hansı ki, Parfenon və Erixteionu görürük burada. Erixteion isə Parfenonun əzəmətini daha da gücləndirirdi. Amfora, hansı ki, Yunanların məşhur vazaları, qabları idi ki, bunların üzərində onların gündəlik məişət həyatından belə deyək də bəhs edən sujetlər əks olunurdu. Yəni Yunanların gündəlik həyatına məlumat almaq istəyirdisə, onların amforalarının, qablarının üzərinə baxmalıydı. Burada belə deyək, biz 6-cı sinifdə bunları keçəcəyik, hansı ki, bu qablar gildən hazırlanırdı. Üzərində daha çox qırmızı fiqurlu və qara fiqurlu təsvirlər olurdu. Qara fiqurlu dedikdə bunlar nəzərdə tutulur. Hansı görürsünüz, fonu qırmızı olsa da üzərindəki fiqurlar qara rəngdə verilib ki, qara fiqurlu qab rəngkarlığında qara fiqurlardan istifadə olunur. Qırmızıda isə qabın özü qara rəngdə olsa, üzərində fiqur qırmızı rəngdə olurdu. Və ən məşhuru qırmızı fiqurlu qab rəngkarlığı idi. Daha sonra burada orta əsr şəhərlərindən tanış oluruq, hansı ki, orta əsr bildiyimiz kimi qədim dövr və hal-hazırda biz yaşadığımız yeni dövr arasındakı zaman kəsiyidir. Həmən dövrdə Qərbi Avropada olan kilsələr qotik adlanırdı. Daha çox qotik üslubuna olan xas xüsusiyyətlər bunlar idi ki, daha çox tağlarından, daha sonra mirşəkilli uca qüllələrindən, sütunlarından, əlvan şüşəli pəncərələrindən seçilirdi. Burada vitrajlardan istifadə olunurdu ki, hansı ki, rəngli şüşələrlə bəzədilən vitrajlar şəbəkəyə bənzəsə də, onu taxta parçası ilə deyil, metal bərkitməklə yığırdılar. Burada orta əsr deməli Lyumburq qardaşların çəkdiyi miniatürü görürük. Daha sonra Notre Dame kilsəsi, hansı ki, qotik üslubundadır. Burada tanış olduq portal giriş qapısıdır. Hansı ki, fasad binanın tikilini öndən olan görünüşüdür. Daha sonra müqəddəslərin heykəlləri verilibdir. Vitraj
öz əksini tapıbdır. Və burada baxacaq onların geyimlərinə. Geyimləri də daha çox, belə deyək də, sehirbazların adətən personajlarına bənzədilirdi onların geyimləri. Burada da görürsünüz, sanki belə deyək də, iti ucular çoxluq təşkil edir. Həm memarlığında, həm geyimlərində. Yəni iti uculardan istifadə olunubsa, qotik üslubuna aiddir. 4-cü sinifdə olan məlumatlar bu qədər. İnanıram ki, videom sizin üçün faydalı oldu. 5-ci sinifin videosunda görüşmək ümidi ilə hələlik.